Ağcabədi Regional Asan Xidmət Mərkəzinə son 5 ildə 900 minə yaxın müraciət qeydə alınıb. Dövlət Agentliyindən ARB 24-də verilən məlumata görə, mərkəz Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarında qeydiyyatda olan 814 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 400 nəfər könüllü məzun adını qazanıb. Kompleksdə fəaliyyət göstərən kinoklubda 2 ədəd kinozal, həyətində isə açıq hava tədbirləri üçün nəzərdə tutulmuş 100 nəfərlik amfiteatr mövcuddur. Qeyd edək ki, Ağcabədi Asan Həyat kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə iyunun 3-ü 2020-ci il tarixində baş tutub. Asan xidmətə çox gəlmişəm. Həmişə də razı qalmışam. Çox köməklik eləyiblər mənə Asan xidmətdə sənədlərin düzəlməyinə. Asan xidmət mərkəzlərinə bu günədək 9 milyondan çox unikal vətəndaşın 86 milyondan çox müraciətə daxil olub. Məhz bu müraciətlərin 900 minə yaxını isə Ağcabədi Regional Asan Xidmət Mərkəzində reallaşdırılıb. Mərkəzə gündəlik orta müraciət sayı isə 700-ə